Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelerin təşviqi üzrə qrant müsabiqəsində qalib olan, işğaldan azad edilmiş ərazilərdə mədəniyyət və yaradıcı sənayenin kreativ və innovativ inkişafına dair tövsiyələr adlı layihə əsasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı İctimai Birliyi tərəfindən hazırlanmışdır. Filmin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aid olduğundan, filmdə səsləndirilən fikirlərə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaradıcı sənayenin inkişaf etdirilməsi üçün mütəmadi olaraq maarifləndirici seminarların və yaradıcı qrupların təşkili hökumət və ya qeyri-hökumət təşkilatları tərəfindən mütləq öz həllini tapacaqdır. Azərbaycan hökuməti son dövrlər yaradıcı sənayelerin yaradılması və inkişaf etdirilməsi üçün tədris seminarlarının keçirilməsinə və yaradıcı qrupların hazırlanmasına ciddi diqqət göstərir. Belə ki, Mədəniyyət Nazirliyinin nəzdində yaradıcı mərkəz kimi tanınan mədəni və yaradıcı sənayelerin inkişaf mərkəzi yaradılıb və hal-hazırda uğurlu fəaliyyət göstərir. Mədəni və yaradıcı sənayelerin inkişaf mərkəzi 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiqlənib. Mərkəz Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına dair tədbirlər planının icrası məqsədi ilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib. Təsis tədbirinin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Yaradıcı sənayelər ilk olaraq dövlətin mədəniyyət siyasətinin biri kimi ahəngdar inkişaf edən yaradıcı şəxsiyyətin formalaşmasında mühüm vasitədir. Bu fəaliyyətin həyata keçirilməsi üçün mədəniyyət və incəsənət sahəsində təşkilatlar tərəfindən təsis edilən dəyişən texnologiyaların öyrənilməsi üçün layihələrin təsis edilməsi öz töhfəsini verir. Vətəndaş kreativ yaradıcı sənayelər fəaliyyəti ilə məşğul olmaqla öz fəaliyyətinin müxtəlif məhsullarını yaradır. Bu baxımdan yaradıcılıq prosesi böyük maraq doğurur. Bu proses ona görə cəlbedici görünür ki, təkcə ənənəvi formalarla bağlı deyil, həm də emosional rəngli müxtəlif çalarlı obrazlar yaradır. Bu cür obrazlar müxtəlif assosiativ və simvolik formalarla yaranan unikal, birgə yaradıcılıq proseslərinin nəticəsi olur. Çünki bu sahədə yaradıcılıq prosesi mahiyyətcə müxtəlifdir. Bu fenomen subyektiv və yaradıcı olmaqla yaradıcılıq prosesinin ən mühüm sosial təsirlərindən biri kimi qiymətləndirilir. Saz sənəti mənim üçün belə, yəni sənətimlə bağlı irəli gəlibdir. Çox illər qabağadır. Deyim ki, mən uşaq vaxtıkən, təxminən 4-cü, 5-ci sinifdən ona oxuyan vaxtları musiqiyə mənim böyük həvəsim olubdur. Demək, bunu biz hərbi xidməti başa vurandan sonra deyim ki, 87-88-ci illər idi. Belə mən istədim ki, bir dənə sazla məşğul olum. Bir qızıq sökük saz tapdım, mən onu düzəltdim. Cabbar müəllimə mən bunu göstərdim. Cabbar müəllim dedi, yox, sən sıfırda bunu yığa bilmərsən. Cabbar müəllim bizim Laçının Ağbulaq kəndindəndir. Sonra da nəysə elə belə sazı, ilk sazımı düzəltmişdim. İlk deyəndə 3-cü sazımı. Cabbar müəllimcilə getdim. Cabbar müəllimcilə bir axşam o mənim sazımla xeyli saat 4-ə kimi çalıb oxudu.
Yəni mənim ilk saz düzəltməyim 89-cu ildən başlayıb. Deməli bu kəşf Materialları onun üçün adamlar var. Qazax rayonundan, Tovuz rayonundan, ən yaxşı Gürcüstan mahalından gəlir. Borçalı mahalından materialını gətirirlər. Biz də ondan əldə edirik, alırıq. Onu deyim ki, qabırğaları biz ilk növbədə mişardan keçirdirik. Bax, bu vəziyyətdə çəkirik biz. Bunun qalınlığını qoyuruq 5 milli. Bu deməli bu sazın arxa qabırğalarıdır. Mən sizə bir dənə də şey göstərim ki, bax, bu birincilik deyirik buna. İndi bu biraz böyükdür. Bundan mən çıxardacağım. Bu birincilikdir. Birincilik deyəndə, yəni bu birinci qabırğadır. Bu yüzdən, ikincisi bu yüzdən olur. Sonra bunu biz bişiririk. Suda qaynadırıq, yəni bişir o, tam yumuşalır. Yumuşalanda o bir anın içində o böyük temperaturda olur. Onu çıxardıb biz, bir dəqiqə ben bu sarı qoyum əlimdən yerə. Bu halda bunu biz peşdə pişiririk. Yəni onun o suyu tam quruyur. Bu cürdə qəlibdə qalır, nizama düşür, razmerə düşür da, belə desəm rusdan. Bax, bu vəziyyətdə olur. Qol materiallarını pişirsək də yaxşı olur, ancaq biz deyilədik ki, onu pişirmir, ancaq pişirsək yaxşı olur. Həm əyilməyə görə, həm də yəni, o gələcəkdə o keyfiyyətini itirmir. Qurt yemir da, belə deyirik ki, materiala bu ağaca qurt düşür. Qol hissəsi də ancaq qoz olur. Bu tutdandır, bu hissə. Yəni, bu bura tutlardan alınmır da, dediyim kimi bəyləri Qazax rayonundan, Gədəbəy rayonundan, sonra Tovuzdan, Gürcüstan tərəfdən gəlir. Ancaq bu qoz yox. Qozdakı cir qoz olmalıdır əslində. Yəni rəngi qara olsun, möhkəm olsun. Ağ olmasın. Bunu da pişirsə yaxşı olur. Ancaq ki bunu yox, bunları biz beçə deyirik. Bax, bu orta hissədir. Sazın beç hissəsi. Bax, bu qalıqda olur belə. 13-ün 9-un 9-u olur. 9-un 9-u olur. Biz bundan bunu kəsib çıxardırıq, hazırlayırıq. Bu ortadan beçə hissəsidir bu. Hal-hazırda bir balaca zəifdir satış. Yəni o dərəcədə deyil. Mənim tanınmağımda, yəni o dərəcədə tanınmıram. Tanırıram, kifayət qədər yox. Bizim güclü sənətkarlarımız var ki, tanınırlar Respublika üzrə. Ancaq mənim də öz tərəfim var ki, məni tanıyır. Gələcəkdə mən onu deyim ki, bu sənəti pul üçün dəyərdim yox, Faik müəllim. Ancaq ki, sənəti biz yaşadırıq ki, bu sənətimiz ölməsin. Sənəti davam eləmək istəyirik ki, yəni ömrümün axırına qədər də fikrim odur ki, sənəti yaşadım. Elə yeri gəlmişkən, Faik müəllim, bu sazlardan indi mən ad-bad çəkim, onu siz tanımayacaqsınız. Elə çox bu qədim sazdır. Xan Kamandarın sazıdır deyilinirə görə. Aşı Kamandarın sazlarından, ilk sazlarından biridir. İlk sazlarından biridir. Görünür ki, bu yəqin ki, bir vaxtları sənətlər əlində olubdur. Sədəfli saz olub. İndi tamam belə sökülüb dağılıbdır. Mən bunu təmir üçün gətiriblər. Təmir eləyəcəm. Belə indi də Gədəbəy rayonundan Aşıq Cahangir Quliyev buradadır. İndi bir də bax Cahangir müəllim tez sazı gətirir. Mən baxıram, bəzi işləri mən yəni təmir eləyirəm, düzəldirəm. Mənim elə həm əsas dastanlardılar məndə. Dastanlardılar, şeir kitablarıdır. Şair kitabları, əsas məndə şeir kitablarıdır. İçəridə mənim başqa rəfim də var, yəni kitablarım çoxdur. Kitablarım üçün sanıya bilmərəm. Cahangir müəllimin də özünün də kitabı burada məndə var. bu göstərilir bu taxtalar nədir? Onlar da tut ağacındandır. Bir də onu da göstərim sizə. Bunlar da tut ağacındandır. Bu tut ağacı hər tutdan olmur. Tutun növləri çoxdur. Qara tutdur, mor tut deyirlər, cır tutdur, şax tutdur, belə bir dişi tut deyirlər, bir dana deyirlər, xar tutdur. Tutun növləri çoxdur. Ancaq bir əsas bir dənə özündən calaq kimi bir dənə tut ağacı var. Dişi tut deyirlər. Onu bəzi yerlərdə dişi tut deyirlər, bir dana da deyirlər belə. Bax bu materialdandır. Bu materialdandır. Bu bizim Laçın tutundandır. Sonra bu Qazax materialıdır. Bu da Qazax materialıdır. Bax
Bax o ikisi. Hə, ancaq tut ağacından. Sinədə, ona sinə deyirik, sinədə, çanaqda tut ağacında. O zaman biz sənin bu oxu materialları ilə də tanış olaq. Hə, buyurun. Dövlət mədəniyyət siyasətinin yeni modelinin həyata keçirilməsi və mədəniyyətin müasirləşdirilməsi kontekstində yaradıcılıq sahələri gənclərin yaradıcılıq qabiliyyətləri üçün yüksək təhsil, inkişaf və tərbiyə potensialına malik olmalıdır. Gənclər gələcəyi yaradır. Texnoloji inkişafın sürətləndirilməsində, gələcək nəsillərin həyat səviyyəsinin formalaşmasında iştirak edirlər. Yaradıcılıq sahəsində özəl sərmayədarların və dövlət təşkilatlarının dəstəyi gənclərin yaradıcılığının həyata keçirməsinə təkan verən və imkan yaradan yaradıcı məkanlar təşkil edilir. Gənclər özlərini regionun yaradıcı ritminin vacib hissəsi kimi hiss etmələri üçün öz sərgilərini təşkil etmək, öz festivallarını keçirmək kimi aktiv rola malik olmalıdırlar. Gənclərin müstəqil həyata keçirmələri üçün yaradıcılıq məkanının potensialından səmərəli istifadə etmələrinin şərtləri aşağıdakılardır. Sosial mədəni fəaliyyətlərin formalarını seçərkən diaqnostika yolu ilə gənclərin asudə vaxtlarını yaradıcılığa sərf etmələri üçün onlara şəraitin yaradılması, gənclərin ehtiyaclarına uyğun olaraq yaradıcılıq məkanlarında sosial mədəni fəaliyyət formalarının keçirilməsi, yaradıcılıq məkanının ərazisində yaradıcı fəaliyyət imkanları haqqında məlumatların yayılması üçün sosial şəbəkələrdən və mediadan istifadə edilməsi, gənc nəslin psixoloji və pedaqoji xüsusiyyətlərinin nəzərə alınması, sosial mədəni fəaliyyət formalarının tətbiqi.
uşaqlar biz gələcəkdə inşallah ki, sizin valideynləriniz, babalar, nənələr, atanız, analarınız, hamınız evlərinizdə söhbətlər olur. Kəndinizə qayıtmaq, rayonumuza qayıtmaq, orada yaşamaq sizin məqsədi. Hər kəsin ürəyində bir arzudur. Mən də ki, biz ora qayıdandan sonra biz siz uşaqlar nə edirsiniz, nə işlə məşğul olmalısınız. Yəni bu barədə biz sizə biraz dəstək olmağa gəldik. Gəldik ki, sizin biraz bir istedad başlayaq. İstedad belə bir şeydir ki, amma ben gəlmə adama vergi kimi olmur. Yəni ki, bu vergi kimi gəlmir. İstedad insan, uşaqlar öz üzərində çalışdıqca aşılanır, böyüyür, çoxalır. Mesela bir de Jale kimi. Jale'nin tanrısını da Jale kimi görüyorsunuz. Çok güzel bir ressam olmuş. Yani tam ressam değil ama çok güçlü kabiliyeti var. Bak bu kabiliyetlerin sizde de olacaktır. Yani bizi bura cəlb eləyən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Həmin Mədəniyyət Nazirliyi birbaşa o lövhədən oxuya bilərsiniz. İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət və yaradıcı sənayənin kreativ və inovativ inkişafına dair tövsiyələr. Yəni, həmin o ki, var ki, əl işləri sizə maraq yaradaq, sizə kömək eləyək, sizə gələcəkdə sərgilərdə iştirakınızı təmin eləyək və siz rayonumuza, Quşçu kəndinə qayıdanda hər birimizin orada məşğulluğumuz olsun. Bağlanması üçün kulçoklar lazımdır, troslar lazımdır, hansı ki o qırılmayan materialdır, halqalar lazımdır, bir də aksesuarlar lazımdır ki, o da sizin zövqünüzü oxşayan bir şeylər. Necə istəyirsiniz, nə rəngi istəyirsiniz, seçim sizindir, o sizin iç dünyadızdır ki, mən bu rəngi istəyirəm. Yəqin ki, siz rəsm keçmişsiniz, rənglərin də dünyası var, bilirsiniz, isti soyuq rənglər var. Sonra insanları psixoloji tərəfdən insanları sakitləşdirən rənglər var, çılğın rənglər var, hansı rənglərdən, hansı necə istifadə var. Bunu rəsmlərimizin daha yaxından tanış ola bilərsiniz. Biz bu günlər bunun hazırlanma qaydasını mən sizə göstərirəm ki, deməli, bir də bizə lazım olan şey kəlbətinlərdir ki, hansı ki, kiçik kəlbətinlərdir, ölçüləri bundan böyük olurlar və 3-4 ədəd kəlbətindir. Və bunlardan istədiyimiz trosu, ölçünü istədiyimiz qədər kəsirik, ölçünü götürən zamanda əlimizi belə tutmaq və hər iki tərəfi bura qədər, yəni əlimizin bu iç hissəsi yoxdur, bura qədər ölçürük. Və həmin ölçüdən istədiyiniz təbii daşlar da ola bilər və yaxud da süni daşlar da ola bilər. Bunları istədiyimiz formada yığa bilirik. Siz YouTube-dan da yararlana bilərsiniz. YouTube-da da kifayət qədər var, onların hazırlanması, yığılması və yetərlidir. Kiçik yaşlarınızdan şəxsi biznesinizə qura bilərsiniz. Kiçik yaşlarınızdan müəyyən bir addımlarla uğur qazana bilərsiniz. Belə gündə bizim əslində kiçik bir qolbaqdır. Bunu hazırlamaq üçün bizim böyük bir maliyyətə ehtiyacımız yoxdur. Yəqin ki, hamınız çıxırsınız, uzuncuqlardır. Çox ucuz görüb və satılan bir şeylərdir. Amma bunlar insanın ruhunu yenir. İnsan bunlarla məşğul olanda sakitləşir, əsəbləri sakitləşir. Əminəm ki, içinizdə hamınızda belə bir məşğuliyyətlərə ehtiyac var. Özünüz üçün belə bir məşğuliyyətlər, özünüzü kəşf edin ki, siz boş vaxtlarınızda nəylə məşğul olanda bu dinlərində sakitləşirsiniz, huzurlarınız. Bu ola bilər, məsələn, bəziləriniz çoxlu kitab oxumaq, mütaliələr oxumaq, bəziləriniz əl işləri hazırlamaqla, bəziləriniz rəsm çəkmək. Siz özünüzü artıq kəşf etmək istəyirsiniz. 8-ci, 9-cu sinifdə uşaqlar artıq belə deyilər, bilirlər ki, mən gələcəkdə nə olmaq istəyirəm. Şərt deyil ki, biz gələcəyimizi bu sahə üzrə yönləndirək. İmini rəssam olaq, imini emalatxanamız olsun. Şərt bu deyil. Şərt odur ki, biz boş vaxtlarımızı necə dəyərləndirik. Şimdi deyirəm ki, hamımız üçün uğurlu olacaq bu tədbir. Mən heç adını da bilmirdim. Sizin kimi kiçik yaşlardan nəsə düzəltməyə, nədənsə nə yaratmağa, bəlkə də özümü tapmağa can atmışlar həmişə. Bilirəm ki, sizin də içinizdə, hamının içində, yəni necə deyim,
hər kəsin bir özünə məxsus hissləri var ki, hər kəs özünü bir peşədə tapır. Xəlqə mənim sözünə qüvvət, nə bilim, kitab oxumaq olar, rəsm ola bilər bu, film seyrin, yəni gözəl bir tarixi film seyrin edə bilərsiniz və s. Ancaq əsasıdır ki, özünüzü tapasınız. Yəni, bir də nə demək istəyirəm, biraz heyecanlıyam, üzrünü sayın. Yəni, peşə öyrənmək, elm öyrənməyə, bilirəm ki, dərslərinizə daha çox üstünlük verirsiniz, yəni ona mane olmur, əksinə ona dəstək olur. Niyə? Çünki peşə ilə məşğul olanda o aldığın boş enerjini, güc ki toplayırsan, enerji alırsan, onu dərsinə yönləndirirsən. Yəni o daha gözəl olur. Bir də ki, indiki texnoloji dövrdə hansı ki, telefondur, kompüterdir, bunlar sizə, yəni düzdür, informasiya alırsınız, daha bilikli olursunuz, ancaq eyni zamanda mənfi tərəfləri də var. Yəni çox istəyərdim ki, telefondan aldığınız informasiyalar necə ki, bir-birinizə ötürürsünüz, bulaşıcı olur. Onun yerinə, əksinə, bir-birinizə peşə ötürəsiniz, peşəyə həvəsə ötürəsiniz. Yəni, bu bulaşıcı olsun, bəlkə onda dünyamız daha gözəl olar. Hər birinizə uğurlar arzulayırıq, bizə çox xoş oldu. Düşünürəm ki, inşallah sizə də xoş oldu. Ən azı məlumat topladınız. Bizim məktəb Lasır rayonu Quşçukənd orada məktəbi adlanır. Mən deyərdim ki, biz kəndimizin adını bir ocaq kimi saxlamışıq. Sanki bizim kənd Bakı şəhərində bir muzeydir. Niyə? Çünki Quşçukəndini demək olar ki, Respublikamızın hər bir yerində tanıyırlar artıq. Mən də öz təşəkkürümü bildirirəm bu tədbiri təşkil elədiyi üçün Faiq müəllimə. Çox sağ olsun, şagirdlərimizi maarifləndirdi. Bu bizə çox bir yaxşı, necə deyim, şagirdlərimizin yadında qaldı. Biri var eşitmək, biri var gözlə görmək. Onlar gördülər bunu, çox sağ olsun. Motivasiya oldu, bilmədiklərimizi öyrəndik. Çox sağ olsun. Biz də inşallah, davamı olar inşallah. Biz də bunu Laçında təşkil eləyərik, daha böyük. Ümumiyyətlə, çox şükürlər olsun ki, 44 günlük müharibədən sonra Azərbaycanın Qarabağ regionu və Şərqi Zəngəzur regionuna böyük qayıdış proqramı həyata keçirilir. Bu böyük qayıdış proqramı çərçivəsində ərazilərdə mənzillərin yenidən bərpa olunması, həyat şəraitinin yenidən bərpa olunması, iş şəraitinin yenidən bərpa olunması, bir növ və həmin ərazilərdə yaşanılmış həyat yenidən qaytarılıb
bərpa olunması istiqamətində fəaliyyət göstəriləcəkdir. Amma məsələ burasındadır ki, o kreativ bugün sənaye dediyimiz əl işlərindən deyək ki, o yaradıcılıq işləri o ərazilərdə tətbiq olunmasına dair biz tövsiyələr hazırlayırıq ki, həmin tövsiyələr çərçivəsində deyək ki, burada olan insanlar, orada olan yaradıcı insanlar, orada olan gənclər, yeniyetmələr və yaradıcılığa meyilli insanların fəaliyyətləri hansı istiqamətdə müəyyənləşəcəkdir ki, yəni bax biz bunlar haqqında söhbət eləyəcəyik. Söhbət deyək ki, biraz bundan öncə deyək gənclərin bu kreativ sənətin, yəni əl işlərinin, yaradıcı gənclərin bu sahədə çalışmaları müzakirə mövzusu oldu, yəni söhbət mövzusu oldu. Yəni siz bir mütəxəssis olaraq, yəni o gənclərin, deyək ki, yaradıcı gənclərin bu istiqamətdə fəaliyyətləri haqqında daha yaxşı məlumat verə bilərsiniz ki, biz onun tətbiqini işğaldan azad olunmuş rayonlarda, eyni zamanda Laçın şəhərində və Sus və deyim ki, Zavıq kəndlərində tətbiqini mütləq şəkildə görəcəyik. Bəli, mən də sizinlə keçən dəfə şagirdlərlə görüşünüzdə oldum, məktəbli şagirdlərlə görüşünüzdə oldum. Orada müşahidə etdim ki... Quşçu kənd tam orta məktəbdə bizim görüşümüz oldu. Yəni o məktəbdə biz görüşdük. Laçın rayonu Quşçu kənd orta məktəbdə. Bəli, Quşçu məktəbində həmin görüşdə mən də iştirak edirdim. Həmin şagirdlər arasında orada 8-ci, 9-cu sinif şagirdləri var idi. Onların gözlərinə baxanda görmək olur ki, onların içində həqiqətən yaradıcı sahəyə, yaradıcılığa marağı olan şagirdlər var. Amma biz bunları, bəziləri var ki, onların içində, onlar potensialları yetmir. Sadəcə onlara bir işıq yolu lazımdır, bir göstəriş lazımdır. Fərq mənim isə belə bir sualım var ki, tutaq ki, biz bunu həmin rayonlarda tətbiq edirik. Şagirdləri, məktəbləri, gəncləri bu sahəyə necə stimul verə bilərik, necə motivasiya edə bilərik? Bilirsinizmi, bu tək o yaradıcılığa olan qabiliyyəti olmaq, yəni vacib şərt deyil. Vacib şərtdir daha doğrusu, əsas məsələ deyil. Yəni bu əsas məsələ uşaqların, gənclərin ora, deyək ki, marağının artırılmasına səbəb mütləq şəkildə onların bir gəlir mənbəyi kimi bu mövqedən çıxış etməsidir. Yəni insanın yaratdığının ona gəlir gətirirsə, o ailəsində ümumiyyətlə o daha çox qəbul olunur və cəmiyyətdə daha çox, kəndində, cəmiyyətdə və s. daha çox qəbul olunur və insanın özündə marağına səbəb olur. Yəni bir insan deyim ki, öz yaradıcılığı ilə bahəm, eyni zamanda deyim ki, bir subyekt kimi, yəni deyək ki, bir biznes subyekti kimi, sahibkar subyekti kimi də yetişməyə başlayır. Yəni bu istiqamətdə respublikamızda çox geniş şəkildə fəaliyyət göstərilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu işlə, Heydər Əliyev Fondu tərəfindən bu işlərə diqqətlər ayrılır. Əsas məsələ həmin yaradıcılığın deyək ki, sahibkarlıq subyektinə çevrilməsində biz kömək etməliyik. Yəni bu bizim hər birimizin bugünkü gündə işimizin əsasını təşkil edən bir məsələdir. Bəli. Mən əslində sizdən bu mövzuda çox razıyam. Çünki bunun cəmiyyətə iqtisadi faydaları da var. Hansı ki, burada kiçik sahibkarlıq formalaşır, müəyyən bir iş yerləri açılır. Gələcək üçün bu kimi faydaları var. Bilirsiniz, yəni bəli, bunun eyni zamanda bir iş kimi faydaları var. Amma bu eyni zamanda mən deyim ki, insanların, gənclərin məşğulluğunu təmin eləyir. Yəni bu insanlar öz boş vaxtlarında istifadə elədikləri, yəni bax bu yaradıcılıq işi, bu peşə axırda bunlara deyim ki, sahibkar kimi bir formalaşır bu insanlarda və bunların deyim ki, gələcəkdə ola bilsin ki, həmin sahibkarlar o deyək ki, brend məhsullar istehsal eləsinlər və onlar nəinki Azərbaycanda, eyni zamanda Azərbaycandan xaricdə onların satışlarını, sərgiləri təşkil olunsun.
Yəni bax bu istiqamət ümumiyyətlə güman edirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan digər vacib işlərlə bərabər olduqca vacibdir. Bəli, vacib məsələlərdən biridir. Onu da qeyd eləmək istəyirəm ki, hal-hazırda gənclərlə işləyirəm özüm. Görürəm ki, onlar asudə vaxtlarını düzgün dəyərləndirə bilmirlər, düzgün qiymətləndirə bilmirlər. Bunun üçün Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən peşə təmayüllü siniflər var. Düşünürəm ki, bunun da həmin işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərərsə, şagirdlər Bilirsinizmi, yəni onun o işğaldan azad olunmuş ərazilərdə fəaliyyətin, yəni başlanğıcının bir əsas səbəbləri də var ki, yəni bugünə kimi, yəni 30 ildən çoxdur ki, bu məcburi köçkünlük dövrü yaşayan bu uşaqlar, deyək ki, onlar faktiki olaraq mənsub olduqları orta məktəblərdə o fəaliyyətlə məşğul olurlar və bəzən məktəbdən kənar məşğul olurlar. Yəni bax, ən yaxşı hallardan biri də budur ki, həmin uşaqların əməklərini, yəni onların o yaradıcılıq yaratdıqları o məhsulların işğaldan azad olunmuş ərazilərdə sərgiləri keçirilsin. Və bu digər, deyim ki, orada yaşayan digər uşaqlara böyük bir, deyim ki, göstərici ola bilər. Yəni onlar üçün böyük bir faydası ola bilər. O zaman sizə belə bir sual vermək istəyirəm ki, baxın, bu milli musiqi alətlərinin həmin işğaldan azad olunmuş torpaqlarda istehsal olunması, düzəldilməsinə fikriniz, münasibətiniz necədir? Biz faktiki olaraq Laçın rayonundan, deyək ki, Mirik kəndindən o sazbənd olan Mürsəl Ağalovun biz emalatxanasında olduq, orada çəkilişlər elədik. Və eyni zamanda deyim ki, nağara ustası Əkbər Həsənov var. Yəni bu Laçın şəhər sakinidir, özü musiqiçisidir. Yəni bu istiqamətdə. Mən deyim ki, bu alətlərin orada hazırlanması ümumilikdə götürəndə Laçının aşıq sənətinin, yəni musiqi sənətinin də bir bərpasına deyək ki, yönəli bir fəaliyyətdir. Məsələn, biz deyək ki, orada deyim ki, Laçın rayonunda Aşıq Umbay, Aşıq Ziyadxan kimi və digər deyim ki, çoxlu sayda deyim ki, şairlər, yazıcılar, alimlər yetişdirilibdir, yəni yetişibdir. Onların hamısının əksəriyyəti yəni bugünkü gündə yaşayırlar, yəni onlar bugünkü gündə görürlər. Yəni həmin ustad sənətkarların deyək ki, orada getmələri, orada deyim ki, o işlə məşğul olmaları, yəni öz aşıqlıq sənəti və yaxud da ki, musiqilə məşğul olmaları, deyək ki, o əhalinin ora böyük qayıdış çərçivəsində məskunlaşdıqca daha çox ehtiyac olunacaqdır. Yəni, o, deyim ki, alətlərin mükəmməl olaraq o yerdə hazırlanması, yəni orada hazırlanması tək Laçın rayonu üçün deyildir. Yəni biz Mürsəl Ağalovun yanında olanda onun Gədəbəydən yanına bir müştərisi gəlmişdi, ona saz düzəltdirirdi və orada o bizi öz bir musiqilərinə də qonaq elədi. Yəni Laçına kənar rayonlardan da olan insanlar ora gələcəklər, ora qonaq gedəcəklər, orada o sifariş eləyəcəklər. Bir növ deyim ki, musiqi alətlərinin istehsalı da orada bir sahibkarlıq subyekti kimi inkişaf etdirilə bilər və mən düşünürəm ki, bu daha çox vacibdir. Sözünüzə qüvvət, onu qeyd eləmək istəyirəm ki, bunun həm də cəmiyyətə mədəni faydaları ola bilər. Bilmirəm, mənlə razılaşarsınız, iqtisadi faydaları ola bilər. Məsələn, mədəni faydaları kimi mən mədəni irsin tanınmasını deyə bilərəm. İqtisadi faydaları kimi turizmə töhfə ola bilər. Bu ümumilikdə belədir. Yəni biz burada eyni zamanda biz Laçında dülüzçuluq sənətidir, tikmə sənətidir, toxuculuqdur. Yəni çox müxtəlif işlər var. Mən məsələn deyək ki, şallaq deyirdilər. Yəni onun özünün xüsusi hazırlanması, yəni at ulaq sürərkən, xüsusən atları sürərkən o şallaq vasitəsilə, yəni qamçı rolunu oynayır. Yəni bu istifadə olunurdu. Onun xüsusi bir gözəlliyi ilə hazırlanma qaydaları var. Yəni bax, bütün bunların hamısının deyim ki, orada tətbiqi eyni zamanda mədəniyyətimizin və tariximizin tətbiqi kimi də qiymətləndirmək olar.
Biz bunları necə tətbiq edə bilərik? Orada xüsusi yaradıcılığı mərkəzləri yaradaraqmı? Bu haqda fikriniz necədir? Mütləq şəkildə orada yaradıcılıq mərkəzləri, yaradıcılıq məktəbləri, yəni bilirsinizmi, bu o klassik öyrətmə üsullarından kənar hazırlanmalıdır. Yəni o olmalıdır. Yəni onlar yaradılmalıdır. İkinci bir tərəfdən deyək ki, onu yaradanların özü həmin deyim ki, məhsulların istehsalçıları, ona maraq göstərən insanlar özləri olacaqlar. Yəni biz sadəcə onlara istiqamət verəcəyik. Biz sadəcə onlara dəstək olacağıq ki, öz fəaliyyətlərində davamlı olsunlar. Biz Laçın rayonunda olmuşduq. Laçın rayonunda mən gördüm ki, bir fərdi sahibkar idi, müəyyən təmizlik vasitələri hazırlayırdı. Hal-hazırda orada vəziyyət necədir? Onlar o haqda məlumatınız varmı? Müəyyən mağazamı aça biliblər və yaxud da o sahəni genişləndirə biliblərmi? Orada onlar bir sahibkar subyekt olaraq deyim ki, o istehsal elədikləri o yuyucu vasitələrin mağazası faktiki olaraq Laçında fəaliyyət göstərir hal-hazırda. İnşallah biz onun qonağı da ola biləcəyik. Və eyni zamanda deyim ki, kənd təsərrüfatı məhsulları istehsalından məşğul olanlar, deyək ki, bal istehsalı ilə məşğul olanlar var ki, o balı xüsusi bir korobkalarda, xüsusi bir qutularda hazırlayaraq, yəni onu o brend mal kimi təqdim eləyirlər ki, yəni bax bu əsas üçün çox vacibdir və çox böyük bir işdir. İnşallah ki, bax biz bu istiqaməti genişlənməsi üçün deyim ki, bütün bilik və bacarığımızı burada sərf eləyəcəyik. Azərbaycan Respublikası hökuməti, Azərbaycan dövləti bu işdə həmişə bizim yanımızda, bizim arxamızda olubdur. Yəni faktiki olaraq, yəni o indi barmaqla sayılan nümunələrin 10, 15, 20 yaxın gələcəkdə çatdırılması ümumiyyətlə bizim gələcək kreativ sənayənin, yaradıcı sənayənin inkişafından söhbət salacaqdır. Sağ olun, təşəkkür edirəm. Siz də sağ olun.